O görsənən Hacı Qabuldur. Qədirxumdur bura. Einstein deyirdi ki, mənim nailiyyətlərimə səbəblərdən biri mənim autist olmağımdır. Yəni hamı uşaqlığında, yeniyetməliyində yaranış haqqında, dünya haqqında, yer-göy haqqında düşünübsə, mən hələ orta yaşlarıma, qocalığıma kimi bu haqda düşünmüşəm. İndi mən də Qədirxumdan baxıram. Nə bilmək olar, bəlkə mən də elə autist olmuşam. Bura çox strateji nöqtədir, çox. Bəlkə bir 50-100 kilometrə kimi görsənir. Aranın gözəlliyi sağda gördüyünüz Hacı Qabuldur. Yəni adətən belə düz saya yerlərin yaranmağına səbəb nə vaxtsa suyun altında olmağı səbəb olur. Dəniz suları min illərlə, milyon illərlə yuyur, ideal düzənlik yaradır da. Yəni bu gördüyünüz hissədə Salyan, Şirvan, Hacı Qabul, hətta bir tərəfi Sabirabada kimi, Kürdəmirin hətta bəzi kəndlərinə kimi ideal düzənlikdir da bura. Çox maraqlı mənzərədir, çox. Yaradanlar sağ olsun, əllərinə sağlıq, var olsunlar. Bu zonan gözəl istirahət mərkəzlərindən biridir. Ondan da əlavə qiymətləri də münasibdir. Yəni utanmıram deməyə ki, hələ kasıb üçün düzəldilmiş yerdir. Yəni bu atraksiyonların filan, məsələn 1 manatdır bunun qiyməti. Elə bahalı deyil. Bu qədər. Allah Azərbaycan xalqına yalnız şad günlər qismət eləsin inşallah. Yalnız günü gündən çiçəklənək, inkişaf eləyək vallahi.